Nə üçün bəzi həkimlər pasientləri israrla konkret laboratoriyalara göndərirlər və hətta pasientləri geri çevirirlər. Ödənişinizi götürün, analiz nəticələri sırf bizim klinikada verilməlidir. Yox, burada vermirsinizsə biz heç sizə müalicələr də yazmırıq. Elnur xanım, demək ki, bu məsələnin arxasında tibbi zərurətdən daha çox maddi maraq durur. Bəlkə də indi çoxlarının xoşuna gəlməyəcək mənim bu fikri səsləndirməyim. Yəni görürsüz, klinikalarda müəyyən bir həkimlərin göndərişləri müəyyən bir ödənişlər əsasında olunur. Mən düşünürəm ki, bu həkim etikasına heç uzaq bir hərəkətdir. Bəli, qeyd etdiyiniz kimi, çox doğru buyurursunuz. Axşam növbəsində həkimin səhlənkarlığı ucbatından 30 neçə xəstəyə eyni anda XG hamiləlik pozitiv analizi verilmişdi. Yəni pasientlər də bu barədə məlumatlı olsalar yaxınlaşanda baxmalıdırlar ki, tibb bacısı mütləq şəkildə ad familiyalarını soruşmalıdırlar. Həqiqətən təsdiqləməlidirlər ki, siz həmin şəxssizmi, barkodlara baxmalıdırlar, doğru vuruldumu, qan probirkalarının üstünə. Arıqlama iynələri ilə bağlı bir bum yaşanmaqdadır. Təsadları nədir arıqlama iynələri ilə tez qısa zamanda bu qədər çəki itirməyin? Bir ay ərzində insanın 10 kilo, 15 kilo, 20 kilo çəki verilməsi yol verilən hal deyil. Yüksək dozalarla başlanılır həmin iynələrin vurulması və qısa müddət ərzində çox ciddi şəkildə çəki itirilməsinə səbəb olur. Evdə pasientlərin aptekdən alaraq istifadə olunmaları da hal-hazırda gündəmdədir. İndi bu dəqiqə insanların hamı kütləvi şəkildə həmin preparatlardan istifadə edən dönəmidir. Biz bu məsələnin bir qədər ağını çıxartmamışıq. Hələ daha çox ağırlaşmalar bugündən sonra bizi gözləyir. Salam, xoş gördük dəyərli izləyicilərimiz. Sevinclə Danış YouTube kanalındasınız. Bu buraxılışımızda son dövrlərdə cəmiyyətdə çox müzakirə olunan və problem kimi qaldırılmalı olan bəzi məsələləri gündəmə gətirib müzakirə etmək istəyirik. Nə üçün bəzi həkimlər pasientləri israrla konkret laboratoriyalara göndərirlər və digər laboratoriyaların, digər klinikaların cavablarını qəbul etmirlər, hətta pasientləri geri çevirirlər. Digər toxunmaq istədiyimiz məsələ isə bu arıqlama iynələri ilə bağlıdır. Artıq hamıya məlumdur ki, son günlərdə, son aylarda hətta deyərdim, bir arıqlama iynələri ilə bağlı bir bum yaşanmaqdadır və biz sürətlə çəki itirən insanların sosial mediada reklamlarını görürük və ümumiyyətlə bu qısa bir zamanda bu qədər çəki itirmək, arıqlama iynələri ilə çəki itirmək həmin insanların səhhətində hansı problemlər yaradacaq, indi yaratmasa da gələcəkdə. Təsadları nədir arıqlama iynələri ilə tez qısa zamanda bu qədər çəki itirməyin və ümumiyyətlə bu məşhur insanları reklam etməklə sadə insanlar hansı manipulyasiyaya məruz qalır? Bu narahatlıqlarımızı biz, bu məsələnin narahatlıqlarını, həm etik tərəflərini, həm də ki, məsələnin tibbi tərəflərini müzakirə edəcəyik. Bu məsələnin mətbəxini çox yaxşı bilən Sitamed Xroniki Xəstəliklər Mərkəzinin rəhbəri Elnurə Quliyeva ilə müzakirə edəcəyik. Xoş gəlmişsiniz Elnurə xanım studiyamıza. Təşəkkürlər Sevinç xanım, çox sağ olun dəvətiniz üçün. Elnurə xanım yeri gəlmişkən bir klinikanın rəhbəri olmaqla yanaşı həm də həkim laborantdır və ümumiyyətlə həm klinikaların, həm də laboratoriyaların mətbəxini çox yaxşı bilir. Elnurə xanım belə bir misal var, deyir başına gəlməyən, mənə toxunmayan ilan min il yaşasın məsələ var. Bu məsələnin mən niyə görə necə oldu ki, və ya başına gəlməyən başmaqçı olar. Bu həkim laboratoriya mövzusunda mən də bir problemlə yaşadım və sizə də bunu dedim. Bizim də cavablarımız geri göndərildi ki, siz bizim klinikada əgər analizlər verməyəcəksinizsə, mən bir həkim olaraq digər klinikaların analizlərinin cavablarını qəbul etmirəm və ümumiyyətlə uşağı ümumiyyətlə müalicə etməkdən imtina etdi bir həkim. Yəni bu həqiqətən mən onda anladım ki, bu artıq əslində çoxdan danışılmalı olan bir mövzudur və hətta deyərdim ki, bu mövzu artıq bir necə ki mənə toxunub, hamıya da bir toxunub yəqin ki, hamının evində belə bir xəstə və pasiyent həkimə gedəndə o da geri qaytarılıb ki, yox bizim klinikada verməlisən və ya konkret klinikada verməlisən, verməyəcəksinsə cavablar qəbul olunmayacaq. İndi siz bu məsələnin mətbəxini çox yaxşı bilən bir insan kimi pasiyent, laboratoriya və həkim bu üç bucağın mətbəxində nələr baş verir?
Təşəkkürlər Sevinç xanım, belə aktual mövzuya toxunduğunuza görə. Bu bizim həm bir rəhbər olaraq, həm bir həkim olaraq demək olar ki, yüzdə çox həkimlərin, həm də pasiyentlərin hər gün rastlaşdığımız aktual, həm də belə ürəyimizi ağrıdan mövzulardan biridir. Mən orada özümü şanslı hesab eləyirəm ki, yəni klinikanın ən deyərdim ki, çətin hissəsi onun laborator hissəsinin doğru düzgün qorunmasıdır. Çünki laborator analizlər bilirik ki, diaqnostikanı təmin eləyir. Yəni həkimin əlində doğru informativ laborator analizlər nəticələri olanda demək olar ki, bir 50% müalicə edən həkimin işi yüngülləşmiş olur. Ancaq təəssüf hissi ilə qeyd edək ki, hər xəstəxanaların da laboratoriyasında analizlərin aparılması keyfiyyətlidirmi? Hansı qaydada aparılır? Necə qaydada aparılır? Kontrolları, kalibrovkaları doğru vaxtında qoyulurmu, yoxlanılarmı? Bunlar artıq sual altındadır. Yəni təsadüf deyil ki, pasiyentlər gəlir bizə 2-3 fərqli klinikalarda analiz nəticələri bizə gətirirlər. Deyərdik ki, hərəsində fərqli analiz nəticələri ilə qarşılaşdığımız məqamlar qeyd olunur. Həkimlər bəli, hansı klinikada çalışırlarsa qeyd eləyə bilərlər ki, məsləhət olar ki, bu klinikada çalışırıq, etibar eləyirik. Bu klinikanın analiz göstəricilərini biz olsa yaxşı ola bilər. Sadəcə bu tövsiyə xarakterli olmalıdır. Bildiyimiz kimi indi Səhiyyə Nazirliyimiz tərəfindən də icbari sığorta ilə də pasiyentlərə ödənişsiz şəkildə analizlərin verilməsi belə çox əlçatan olubdur. Bütün tibbi xidmətlər, o cümlədən analizlər. Mütləq şəkildə, yəni bir klinikada həkim məcbur etməli deyil həkimləri ki, siz ancaq bu klinikanın laboratoriyasında analiz verə bilərsiniz. Pasiyentləri, bəli. Əgər ki, tövsiyə eləyə bilər ki, burada versəz məsləhət ola bilər. Yoxsa, yəni məcbur şəkildə, yəni belə hallarla sosial şəbəkələrdə də tez-tez rastlaşırıq. Yəni bəzən çox, yəni təəssüf hissi ilə qeyd edirik ki, hətta həkim imtina edir pasiyentə baxmaqdan ki, yox, onda bizə qəbul sizin ödəniş də lazım deyil, ödənişinizi götürün, analiz nəticələri sırf bizim klinikada verilməlidir, yox burada vermirsinizsə biz heç sizə müalicələr də yazmırıq. Bundan biz tez-tez rastlaşırıq. Yəni aktual olaraq bizim özümüzün də rastlaşdığımız bir mövzudur. Hətta elə olur ki, bizim qohumlar və yaxud da özümüz də hansısa bir həkimə gedəndə olub ki, əvvəllər həkim o qədər inandırıcı şəkildə deyir ki, biz özümüz işin içində ola-ola şübhə altına düşürük ki, müalicə eləyən həkim budur, yəqin məsləhəti doktor yaxşı biləcək. Yəni ki, qoy burada verək. Və yaxud da xətrinə dəyməmək üçün verək. Birdən pis müalicə eləyər bizi. Və ən ancaq mənim yaralı yerim hansıdır ki, pasiyent gəlib klinikaya, analizlərə, yəni həkimə müraciət eləyibdir. Məsələn, şəhərin bir hissəsində olan həkim bir klinikada əyləşib, şəhərin digər bir hissəsində çox uzaq aralıda yerləşən klinikanı tövsiyə edir və məcbur eləyir ki, həmin klinikanın analiz nəticələrini biz sizdən götürəcəyik. Yəni belə olan hallarla da biz tez-tez rastlaşırıq. Yəni bu da, yəni əgər həkim əyləşdiyi klinikanın laboratoriyasına da güvənmirsə, onda niyə həmin klinikada məhz əyləşir? Burada da bildiyimiz kimi müxtəlif maliyyə səbəbləri var. Bilirik ki, müxtəlif həkimlərə necə deyim, müəyyən faizlər, məvaciblər verilir həmin klinikalar tərəfindən. Ona görə də, yəni bu hallarla bir sıx-sıx qarşılaşırıq. Və yaxud da həkimə yaxınlaşır, pasiyentlər baxırıq, o qədər uyğun olmayan analizlər yazılır. Yəni sanki pasiyentə bir, necə deyim, yəni bank kimi baxılır, bəli, bank kimi baxılır, uyğun olan, olmayan analizlər yazılır. Yəni bunlar doğru şəkildə qəbul olunmalı deyil əslinə qaldı. Artıq düzdür, pasiyentlər də əvvəlki kimi deyil, pasiyentlərin də məlumatları var, hamı da bilir, amma nədənsə o sizin sözünüzə qüvvət həkimin xətrinə dəyməmək üçün, o müəyyən bir etik qaydaları pozmamaq üçün görürsən, həkimin dedikləri qaydalara riayət eləyirlər. Amma ki, təəssüf hissi doğurur təbii ki. Bunu da qeyd edim ki, bu hardasa deyərdim 90-ın 10 nisbəti var. Həmişə 10%-ə görə 90% də pislənir. Yəni deməzdim bütün həkimlərimiz belədir. Yəni işinin peşəkarı, bizim insan həqiqətən bir xarici ölkəyə gedəndə bizim müəyyən həkimlərimiz olur ki, sırf o qədər tanınırlar, o qədər fəxr eləyirik. Biz həqiqətən gedib xarici konfranslarda baxanda digər həkimlərlə
diskussiyalar zamanı bizim həkimlərin savadları müqayisə edəndə həqiqətən çox savadlı həkimlərimiz var. Amma belə bir 10% həkimlər də var ki, bunlara görə görürük ki, bütün insanlar, pasiyentlər həkimləri olan, Azərbaycan həkimlərinə olan inamını itirirlər. Bu da təəssüf hissi doğurur. Yəqin ki, inşallah zamanla bu halların da qarşısı alınır. Elnur xanım, demək ki, bu məsələnin arxasında tibbi zərurətdən daha çox maddi maraq durur. Əlbəttə ki, bəli, maddi maraqlar da bəli, təbii ki, şəkildə durur. Çünki biz onunla da qarşılaşırıq ki, çünki o qədər indi kiçik klinikalar açılıb da, Sevinç xanım, bəlkə də indi çoxlarının xoşuna gəlməyəcək mənim bu fikri səsləndirməyim. Yəni, görürsünüz, klinikalarda müəyyən bir həkimlərin göndərişləri müəyyən bir ödənişlər əsasında olunur, müəyyən bir faizlər əsasında və ciddi şəkildə də rəqabət yaranıbdır bu mövzuda da. Yəni, bunu açıq şəkildə də qeyd eləyirəm mən. Çox ciddi rəqabət yaranıb və məsələn, həkimə tövsiyə eləyəndə ki, məsələn, bu analiz testi bizdədir, bu testin keyfiyyəti budur və yaxud da bu xidmət üstünlükləri var, əməkdaşlıq eləməyə görə təbii ki, hamısı, yəni bu maddidən çox, məsələn, bəzən ola bilər ki, məsələn, bizim klinikanın da olmayan xidmətləri var, həkimlərimiz müxtəlif klinikalara göndərə bilirik. Çünki bütün klinikalar hər bir avadanlıqlarla təchiz olunmayıb. Təchiz olanlar da var. Məsələn, bizim özümüzdə bütün avadanlıqlar olmadığına görə müxtəlif xidmətlərdən həkimlərimiz digər klinikalara göndərişlər eləyirlər. Amma biri də var ki, bilirsiniz necə, burada da bir rəqabət olmalı deyil də, işin keyfiyyəti önəm daşımalıdır. Həkim baxmalıdır ki, burada məsələn, hansısa bir MRT göstərici analizləri mənə necə gələcək, hansı həkim çəkir, hansı doktor baxır, tək laboratoriyadan getmir. Bəzən olur ki, o, məsələn, müəyyən bir məvacibə görə, bu klinika deyir ki, bu qədər məvacib, bu klinika deyir, bu qədər məvacib olur. Yəni, rəqabət kim çox verdi, ona göndərilir. Bəli, göndərilir və artıq həkimlərə də bəzən onlarla rastlaşmışıq biz ki, bu xidmət bizdədir, bu xidməti bizə göndərin. Deyir ki, filan klinikadan mənə bu qədər məvacib gələcək. Elnur xanım, yaxşı, xidmətiniz yaxşıdır, çox sağ olun, amma maddiyyat tərəfdən o digər klinikadan daha çox məvacib bizə gələcək. Yəni, bu hallarla biz təəssüf hissi ilə deyərdim ki, günlük olaraq rastlaşırıq. Yəni, bir rəhbərdə təbii ki, mütləq bilməlidir. Klinikasında həkimlər hansı qaydada çalışır, necə çalışırlar, hansı xidmətləri hara göndərirlər, necə göndərirlər. Lazım olar ki, klinikanın əməkdaşlıq etdiyi klinikalar olmalıdır ki, bəli, bizim klinikadan müraciət edən həkimlər artıq klinik olaraq biz etibar edirik, baxırıq, hansı həkimlər, hansı avadanlıqlar da, hansı hara göndəriksə, o istiqamətdə olsa daha məqsədli olar, daha yaxşı olar. Nəinki həkimlərin pərakəndə şəkildə bu göndərişlər əsasında göndərişləri biraz açıqcası xoşa gəlməyən hallardır. Həm pasiyentlərə çətindir, yəni pasiyent də istəyər ki, klinikaya gəlibsə, bütün xidmətləri orada yararlansın. Yəni, madiyyata görə əziyyət çəkmələri doğru hal deyil. Tutalım ki, mən şəhərin bu başından digər başına həkimə getmişəm və uşağımı aparmışam, həkimə aparmışam və mən saat 2-yə yazılmışam. Üçün və mən uşaq nə böyük, nə kiçik, iki həkim ac qala bilməyəcək ki, və bir də həkim deyəcək ki, sabah gəlməlisin, bu analizlər verilməlidir, sabah səhər gəlməlisin saat 9-da analiz verməyə. Uzaq yoldur, uşaq dərsə getməməlidir və ya analiz qalmalıdır 6-cı günə, böyük də həmçinin işə getməlidir, gedə bilmir. Halbuki evinin yanında tutulan bir klinika var, evinin yanındakı klinikada rahatlıq da gedib həm özünün, həm uşağın analizini verə bilər. Və yaxud da ki, Sumqayıtdan gəlib, bilmirəm, daha belə uzaq bir məkandan gəlib, Bakıda həkim bundan yaxşı həkim yoxdur adıyla gəlir. Amma o analizləri vermək doğrudan da işi çox çətinləşdirir. Və biz biləndə, hətta biləndə də ki, bunun altında bəzən maddi maraq yatır. İnsanlar artıq çox şeydən xəbərdardır. Biz həkimin xətrinə dəyməmək üçün, həkimin birdən acığına gedər, birdən bizi yaxşı müalicə etməz və ya imtina edər. Necə ki, biz məsələn imtina olunduq, qorxusu yaşayırıq biz. Məsələn, mən getmədim onun manipulyasiyasına və həkimimizi dəyişdik.
Mən düşünürəm ki, bu həkim etikasına heç uzaq doğru bir deyil. hərəkətdir. Bəli, qeyd etdiniz ki, çox doğru buyurursunuz. Heç kimi israr edib məcbur etmək olmaz. Tövsiyə oluna bilər. Tövsiyə xarakterli ki, bu klinikada əgər çalışırsa, bəlkə hansısa bir spesifik test ola bilər, hansısa ki, sırf bu spesifik test bu klinikada olunur. O başqa məsələ. Ancaq bir də görürsüz, elə klinikalar var ki, Bakı şəhərində 2 yerdə tutalım. Bəli ki, bu analiz burdadır. Tövsiyə elə oluna bilər, amma hansı ki, baxırıq ki, rutin analizlərdir. Məsələn, qan ümumi vitamin D analizi hər yerdə yoxlanılan analizlərdir. Bu artıq doğru deyil, həqiqətən doğru deyil və hansı ki, həkimin də bundan imtina etməsi heç etik hərəkətlərə sığacaq bir hərəkət deyil, bəli. Bir də məsələn, səhv düşən analizlər olur, düzdürmü? Bəli. Yəni, cavablar mı səhv düşür? Bəzən elə olur ki, laboratoriyanın səhvi ola bilir. Bu da başımıza gəlib əslində. Elə göndərilmə ilə getdiyimiz laboratoriyada başımıza gəlib. Bu nə ilə bağlıdır? Yəni, ən yaxşı laboratoriyada belə səhvlər çıxa bilərmi? Və ümumiyyətlə, laboratoriyanın düzgün cavabları düzgün vermədiyini biz hardan müəyyən eləyə bilərik? Bir halda ki, ən yaxşı laboratoriyadan da səhv çıxa bilər. Bəli. Mən qeyd edeyim ki, özüm həkim laborant kimi burada danışacağam mən. Özüm Bakının müxtəlif ən məşhur klinikalarında ilk təcrübəmi həkim laborant kimi oradan keçmişəm və həkim laborant kimi işləmişəm. Və siz demiş, bu işin mətbəxini biz yaxşı öyrənmişik, bilmişik, bəli. Və məqsəd, səbəb ondan ibarət ola bilər ki, Sevinç xanım, yəni düzdür, indi laboratoriyalarımız demək olar əksəriyyəti müasir avadanlıqlarla, avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunublar. Amma avadanlıqlar da olsa bunları həkimlər idarə etməlidirlər, həkimlər baxmalıdırlar. Çünki yəni bütün cihazlar pozula bilər, xarab ola bildiyi kimi laborator avadanlıqlarda da bu pozulmalar ola bilər. Məsələn, müxtəlif həkimlər onların günlük kontrollarıdır, kalibrovkalarıdır, hamısı baxımları mütləq şəkildə vaxtlı-vaxtında olunmalıdır. Yəni, bir də görürsünüz, onlar olduğu halda belə ola bilir ki, cihazda hansısa bir ani momentdə bir, necə deyim, nasazlıq baş verə bilir. Onda artıq həkimin mütləq təcrübəsi çox önəmli olmalıdır ki, həkim baxmalıdır ki, mənim bu 5 pasientimə eyni nəticə varsa, nəsə uyğunsuzluq varsa, artıq həkim təcrübəsi çox böyük rol oynayır. Nə qədər yaxşı avadanlıqlar olsa, nə qədər gözəl təchiz olmuş avadanlıqlar olsa, insan faktoru onu idarə edir və insan faktoru da burada savadlı həkim laborantın olması mütləq vacibdir və çıxan cavabları, yəni oradan avtomatik analizatordan çıxdı, cavabların təsdiqi rol oynamalı deyil. Yəni, orada bir interpretasiyanı həkim bilməlidir ki, görüm, bu analiz göstəricisi ilə bu analiz göstəricisi bir-birinə uyğun gəlirmi? Bütün baxılmalıdır, bir-bir nəticələr bir-birinə uyğunluq varsa, ondan sonra təsdiq olunmalıdır. Yəni, böyük, məsələ, məşhur laboratoriyalarda da bu 2-3 etaplı təsdiqlərlə formalaşır ki, çünki bir etapda texnik olaraq iş görülür, ikinci etapda həkim laborant baxır, təsdiqləyir, üçüncü də artıq bir mütəxəssis bütün işlənilən analizlərin hamısına baxır və bir-birinə qarşılaşdırır ki, görüm, bu xəstənin bir nəticəsi digər nəticəsi ilə uyğun gəlirmi? Yəni, elə cihazdan cavab çıxdı, təsdiqi olunub, verilməli deyil. Mən bir кейsi sizlə paylaşmaq istəyəcəm. Özüm həkim kimi çalışanda səhər-səhər işə gəldik, məlumat verildi ki, axşam vaxtı, deməli, böyük laboratoriya idi. Təbii ki, orada gün ərzində yüzlərlə pasient analizləri işlənirdi. Gün ərzində, axşam növbəsində həkimin səhlənkarlığı ucbatından 30 neçə xəstəyə eyni anda XG hamiləlik pozitiv analizi pozitiv verilmişdi və həmin də laboratoriya çox belə ixtisaslı olduğuna görə, yəni orada baxmayaraq ki, mən dediyim sistemlərin hamısı qurulmuşdu, orada 3 pilləli təsdiq var idi, avadanlıqlar yoxlanılırdı, baxılırdı. Axşam növbəsində həkim gözündən qaçıb, yəni bu pozitiv nəticələr olub və bilmədən, yəni 10 xəstədən də çox, bir 30-a qədər xeyli sayda xəstəyə XG deyirik biz, hamiləliyin pozitivliyi getmişdi. Səhəri bu qəfil bilib araşdırılanda artıq səhər
növbəsinin həkimləri gəlib baxıblar axşamdan. Ekspertləri deyərdim də ki, biz 3-cü pilləli nəticələri təsdiqləyən ekspertlər gəlib baxanda baxıblar ki, bu qədər pasiyentə nəticələr pozitiv gedib və başladıq, bizə məlumat verildi və qeydiyyatdan bir-bir həmin pasiyentlərə məlumat verildi ki, üzürlü sayın, analiz nəticələrimiz yanlış olubdur və analizləri geri götürürük. Və inanmazsınız, həmin vaxtda da pasiyentlərdən biri biz heç yadımızdan çıxmaz, 10 il idi övlad sahibi olmayan bir ailəyə pozitiv xəbər gedib və onlarda böyük bir ailə sevindiriblər. Evdə həmin an qonaqlıq olubdu. Çünki elə bir yəni məşhur klinika idi ki, oradan heç kim fikirləşməzdi ki, buradan səhv analiz gedə bilər, səhv nəticə gedə bilər və səhəri günü çox böyük yəni qalmaqala səbəb oldu. Yəni pasiyentin təbii ki, burada haqlı tərəfləri var idi, narazılıqlara səbəb oldu. Yəni burada psixoloji durumdur. Bəli, bax burada rəhbərlik də müəyyən öz əlindən gələn işləri eləyibdir, texnika avadanlıq bir insan faktorunun səhvinə görə bax belə bir səhv yaşandı ki, hansı ki orada klinikaya da müəyyən bir antireklam oldu, klinikanın da yəni çəkilən əziyyətlər bir insana görə sıfıra enmiş vəziyyətdə oldu. Ona görə laboratoriya, ümumiyyətcə həkimlik, tibb, klinika işi o qədər məsuliyyətlidir ki, çünki bura canı ağrıyan insanlar gəlir, narahat insanlar gəlir. Mütləq şəkildə bunlarda həm qayğı tərəfindən mütləq qayğı göstərilməlidir. Yəni insan ora yaxınlaşanda hiss etməlidir ki, bu klinikada bir özəl xidmət göstərilir. Yəni çox təəssüf hissi ilə qeyd eləyərdik ki, bəzən olur ki, görürsünüz aşırı növbələrdir, insanlar gedir, inciyirlər, saatlarla növbələrdə qalırlar. Çünki xəstə, canı ağrıyan insan bizim Azərbaycanda canı ağrıyan insanlar klinikaya müraciət edirlər. Ona görə belə yanlışlıqların da olması görürsünüz ki, yol verilən bir şeylər deyil. Ona görə yəni pasiyent qəbul etmək klinika çox məsuliyyətli bir işdir. Yəni bu məsuliyyəti yəni qeydiyyatdan tutmuş, təmizlikçidən tutmuş, həkimi, hər bir kəsi, yəni qapıda dayanan mühafizəsinə qədər yəni bu məsuliyyəti dərk etməlidirlər. Elvira xanım, digər bu əvvəldə də qeyd etdim, bu mənə görə problemlərdən biri də arıqlama iynələri ilə pasiyentlərin bir ay ərzində 10 kilo, 15 kilo arıqlamalarıdır. Və biz bunu daha çox məşhur insanların simasında tanıdıq ki, ümumiyyətlə arıqlama iynələri nədir, onların köməkliyi ilə necə tez arıqlamaq olar və ümumiyyətlə bir dəri bir sümük olmaq olar qısa bir müddət ərzində. Və biz də əvvəldən bilirik ki, klassik tipdə bir ay ərzində 3-5 kiloqramdan artıq insan arıqlayırsa, fərqi yoxdur hansı yolla arıqlayır. Bu orqanizm üçün böyük stressdir. İndi arada bir iynə məsələsi də var, iynə ilə arıqlamaq var. Yəni siz necə düşünürsünüz? Yəni ümumiyyətlə biz bu məsələnin bir qədər ağın çıxartmamışıqmı? Yəni bu iynə ilə arıqlamağın. Yəni burada nə baş verir? Bu təsir mexanizmi nədir bu iynələrin? Bundan bəli, bu haqda danışaq. Doğru buyurdu Sevinç xanım. Bu da indi hal-hazırda gündəmdə olan qlobal problemlərdən biridir. Hər kəsin üzləşdiyi və bilirik ki, xanımlar da hər kəs indiki devirdə hamı arıq olmağa, az kilolu olmağa can atır və yay da gəlib, müddət də azdır və qısa müddətdə böyük nəticələr əldə etmək hər kəs istəyir. Təbii ki, mən burada bir yəni həkim bir rəhbər olaraq burada bu mövzuda danışacağam. Təbii ki, bunun xırdalıqları, tam belə elm əsaslarını ətraflı həkimlər daha dolğun bilə bilərlər. Belə qeyd edə bilərəm ki, bu iynələr CLP-1 hormondur və bu hormonlar bizim beynimizdə doyma hissini yaradırlar. Dünyanın hər yerində, müxtəlif ölkələrində də artıq bu iynələrin istifadəsi yol veriləndir, qəbul olunur. Sadəcə bir ona baxmaq lazımdır ki, bu həmin preparatların Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda təsdiqi varmı? Çünki bəzən təəssüf ilə qeyd edə bilərik ki, bəzi preparatların yəni istifadəsi yəni hələ bizim Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmayıbdır. Amma hansı ki, bəzi preparatlar var ki, onların istifadəsi artıq təsdiqlənibdir, onların istifadəsi yol veriləndir. Sadəcə burada bir məqamı unutmaq lazım deyil ki, bəli, bir ay ərzində insanın 10 kilo, 15 kilo, 20 kilo çəki verilməsi yol verilən hal deyil. Çünki bizim orqanizmimizi bu sanki stres vəziyyətinə salmış oluruq və bəzən biz onunla rastlaşırıq ki, pasiyentlər özləri də gedib apteklərdən
müxtəlif iynələri alıb bilər-bilməzə də vurub istifadə eləyirlər. Bunlar da yol verilən deyil. Yəni çünki mütləq bir həkim nəzarəti altında olmalıdır. Ancaq həkim nəzarəti olsa da belə, məsələn biz 3 ildir demək olar ki, insanlara sağlam həyat tərzini dəyişərək arıqlamağı tövsiyə edirik ki, məsələn ay ərzində 3 kilo, 5 kilo çəkinin verilməsi burada yuxu rejimi mütləq şəkildə rol oynamalıdır, sağlam qidalanma rol oynamalıdır, sağlam menyular tərtib olunmalıdır. Bəzən görürük ki, pasientlərdir diyetlər yazılıbdır. Yəni heç bir yağdan söhbət gedə bilmir. Orada aşırı dərəcədə zülal yükləməli diyetlər verilir. Təbii ki, pasient burada çəkini verir, nəticə əldə edir. Amma daha sonra pasientin qarşılaşdığı problemləri heç kim nəzərə almır. Mütləq biz həmişə tövsiyə edirik ki, insanlar səhər, günorta, axşam 3 porsiya yeməklərini yeməlidirlər və zülal, yağ, karbohidrat sadəcə zülala üstünlük verərək məsələn bir 40-50-60% zülal 20% yağ, 20% karbohidrat yönümlü menyularımız tərtib olunub, qəbul olunmalıdır. Çünki bizim bəzi vitaminlər var ki, yağda həll olur. Məsələn, A vitamini yağda həll olur. Biz yediyimiz məhsullardan, məsələn, yerkökü yeyə bilərik, onun yanında yağ yoxdursa, bizim yediyimiz yerkökünün heç bir mənası olmayacaq, həll olmayacaq. O vitamini biz oradan mənimsəyə bilməyəcəyik. Ona görə bu qaydalara mütləq şəkildə riayət olunmalıdır. Yəni, qısa müddət ərzində çəki verərək daha sonradan qarşılaşacaqları problemləri yəni bilməlidirlər ki, gələcəkdə onları nələr gözləyir. Yəni insan stres faktoruna düşür və gələcəkdə hətta inanırsınız, onkoloji xəstəliklərin yaranmasına belə gətirib çıxarda bilir. Çünki bədən birdən-birə, çünki təkcə çəki gedəndə çəki ilə bərabər bizim vitaminlərimiz də gedir, yəni bizdə olan zülallarımız da gedir və bədən aşırı stres vəziyyətinə düşdüyü üçün müxtəlif xəstəliklərin yaranmasına biz ilkin etapını açmış oluruq. Və yaxud da əgər pasientlər olur ki, yox, biz iynələrdən istifadə etmək istəyirik deyirlərsə, iynələri də elə etmək lazımdır ki, çünki pasientin bu barədə məlumatı yoxdur. Həkim burada nəzarəti götürülməlidir. Bilirsiniz, ən azından bir gedib saçımızı kəsdirəndə, mütəxəssisə deyəndə ki, saçımızı belə qısa kəsdirmək istəyirik, saç ustası bizə bir istiqamət verir ki, yox, sizə bu yaraşmaz, bu eləməz. Yəni, pasient də bir ayda mən 10 kilo, 20 kilo çəki vermək istəyirsə də, həkim burada nəzarət eləməlidir və həkim gələcəkdə qarşılaşa biləcəyi problemləri pasiyentə məlumat verməlidir. Və ən yaxşı halda da bir protokol təşkil etməlidir ki, bəzən inadla insanlar deyir ki, yox, biz bu çəkini vermək istəyiriksə də belə, pasiyentin əlindən bir imzalı kağız almaq lazımdır ki, yəni qarşılaşa biləcəyimiz problemlərə biz məsuliyyət daşımırıq. Bəlkə insanın psixoloji durumu yerində deyil. Mütləq şəkildə yəni, psixoloqa tövsiyə olunmalıdır. Yəni, pasiyentlə gələcəkdə yarana biləcək ağırlaşmalar mütləq qeyd olunmalıdır. Və bəzən bunu çox təəssüf hissi ilə qeyd edirik ki, məsələn, həkimlərin özləri belə, yəni o reklam xarakterli, yaxşı nəticə əldə etmək üçün, məsələn, o iynələri də, dərmanları da vuranda kiçik dozalardan başlayaraq vurulmalıdır ki, az təsirlərini görə. Bəzən biz onunla rastlaşırıq ki, ən yüksək dozaları pasiyent yaxınlaşan kimi vururlar. Yüksək dozalarla başlanır həmin iynələrin vurulması və qısa müddət ərzində çox ciddi şəkildə çəki itirilməsinə səbəb olur. Düzdür, xanımların bu xoşuna gəlir, bəyənilir, amma gələcəkdə yarana biləcək fəsadları, orqanizmə nə qədər vurula biləcək zərbələri, yəni heç kim bunun izahını verə bilmir. Ona görə mən pasiyentlərə də tövsiyə edərdim ki, biraz yəni bu istiqamətlərdə özləri də maariflənmiş olsunlar, özləri də yəni bilsinlər ki, ay ərzində 5 kiloya qədər çəkinin verilməsi normal sayılır. Onu belə mütləq həkim nəzarəti olmalıdır ki, çünki itirilən vitaminləri, itirilən mineralları, zülalları həkimlər onları əvəz edici müxtəlif preparatlar verməlidirlər. Çünki qida ilə də bu zülalı bunların hamısını almaq olmur və mütləq şəkildə həkim tövsiyələri
iynələri ilə etmələri məsləhət görülür. Demək ki, Nurə xanım, əslində bizim arıqlama iynəsi Bəli. adı ilə tanıdığımız həmin iynələr doyma hormonudur. Bəli, bəli, bəli. Və bu doyma hormonu müxtəlif dozalarda Bəli, bəli. Bizə pasientlərə aclıq hissi, bəli, bəli. aclıq hissini bloklayır Bloklayır, və bəli, bizdə bəli, toxluq toxluq hissi yaradır, bəli. Və biz demək olar ki, iştahımızı söndürür Bəli, bəli. və biz yemədiyimiz üçün də arıqlayırıq, çəki bəli, veririk. bəli. Və bu yeyilməyən müddətində də pasientlər mütləq şəkildə həkim nəzarətində müxtəlif intravenos terapiyalar almalıdırlar, müxtəlif proteinləri, zulalları, minerallarla təmin olunmalıdırlar. Yəni o qədər biz ağırlaşmalar görürük ki, arıqlayıb pasient indi saçı tökülür, demək olar keçərlik dərəcəsinə, yəni gəlib çıxacaq vəziyyətdə xanımlar bizə müraciət eləyirlər ki, biz bilmədik, birdən çəki verdik bu qədər. İndi saçımız tökülür, nə edirik, hansı preparatlar qəbul edirik, çəkimiz qayıtsın, amma saçımız da bərpa olunsun. Yəni o hallarla da belə çox rastlaşırıq. Kəskin anemiya vəziyyətləri olur, yəni bunların sonra əzələ itkisinin yaranmasına səbəb olur. Yəni bunlar hamısı nəzərə alınaraq bu iynələrdən istifadə olunmalıdır və öz başına da istifadələri qəti şəkildə yol verilməz haldır ki, evdə pasientlərin aptekdən alaraq istifadə olunmaları da hal-hazırda gündəmdədir. Yəni biz eşidirik ətrafdan, yaxınlarda. Necə? Reseptsiz verilir. Bəli, verilir. Bəli, onları, yəni arıqlama iynələri və yaxud da bəzi preparatlar var ki, harasa gedirlər, bizim apteklərdə olmasa müxtəlif xarici ölkələrdən istifadə olunan preparatları alırlar, gətirirlər, vururlar yüksək dozla bilməyərəkdən. Bəli, nəticəyə tez, qısa müddət ərzində nail olunur, amma yəni daha sonrakı ağırlaşmalar, yəni bunlar nəzərə alınmalıdır. Nurə xanım, deməli bu arıqlama iynələrinin təyinatında doza çox vacibdir. Doza çox böyük əhəmiyyət daşıyır və kiçik dozada orqanizm onu daha yaxşı tolerant edir, qəbul edir və arıqlama tədricən baş verir. Tədricən baş verir, təbii ki. Nə vaxt ki, nə zaman ki doza çox olur və pasient birdən çox çəki etkisi verir. Qısa müddət ərzində çəki etkisi verir. Demək ki, orada həkim protokolu pozub, yəni əgər müəyyən bir protokolla vurulursa dozalama. Ya əlbəttə ki, bəli, pozulubdur. Bəli, bir ayda bir insan 20 kilo çəki verirsə, yəni ki, burada təbiidə ki, yəni bu dozalanma mütləq şəkildə aşılıbdır. Bəli. Ola bilər ki, məsəl üçün bir insanın bunlardan xəbəri yoxdur. Eşidib ki, arıqlama iynələri var və onları vurursan, çox rahatlıqla arıqlayırsan. Bayaq əvvəldə də dedim, sadə insanlar bu arıqlama reklamlarının manipulyasiyasına məruz qalır. Gedir həkimə, deyir ki, mən də sizin arıqlatdığınız ulduz kimi arıqlamaq istəyirəm və həkim də ona həmin dozanı təyin edir. Heç xəbəri yoxdur ki, doza nə qədər olmalıdır. Burada doza nə deməkdir? Sadə insanların xəbəri yoxdur. Tutalım, bir pasientin xəbəri yoxdur, səhhətində problem yaranmağa başlayır sonradan protokoldan çıxdığına görə. Sonra o pasientin, yəni gəlib haqqını tələb etmək, həkimi mühakimə etmək, məhkəməyə vermək kimi bir ixtiyarı varmı? Düzgün dozalama olmadığı üçün, xəbərdar edilmədiyi üçün. Təbii ki, o hallarla da rastlaşılır. Amma yəni indi bu dəqiqə insanların hamı kütləvi şəkildə həmin preparatlardan istifadə edən dönəmidir. Yəni yeni Azərbaycanda bunlar istifadəyə başlayıb, hələ daha çox ağırlaşmalar bu gündən sonra bizi gözləyir. Amma o artıq yəni bizi nə gözləyəcək, bizi hansı hallarla qarşılaşacaqsa, onun artıq zaman göstərəcək bizə. Təbii ki. Yəni ümumiyyətlə bu iynələr kimin üçündür? Yəni 3 kilo artıq çəkim var. Bəli, mən 3 kilo arıqlamaq istəyirəm. 5 kilo arıqlamaq istəyirəm. Bu mənim üçün uyğundurmu? Yoxsa bu ümumiyyətlə kimlər üçün uyğundur? Vaxta ki, mən elə bilirdim ki, bu iynələr insulin dirənci yerində olmayan insanlara təyin olunur. Yəni artıq çəkisi var, 90 kiloqram üzərində, 100 kiloqram üzərindədir. Üstə gəldi bu insulin dirənci var və o insanlara təyin olunur. Sonra eşitdim ki, yox, bu əslində arıqlamaq istəyən, bir 3-5 kilo atmaq istəyən insanlar da sən demə istifadə edirmişlər. Yəni
kimlər istifadə eləyə bilər? Normalda bu arıqlama iynələri kimlər üçün nəzərdə tutulub? Əslinə qalanda piylənmə bildiyimiz kimi xroniki xəstəlikdir. Yəni dünya artıq bunu xəstəlik kimi qəbul edibdir və bu xəstəliyin də müalicəsində həmin preparatları icad olunubdur ki, yəni doyma mərkəzi bloklanaraq insanlarda aclıq hissi, yəni olmasın və bloklansın. Amma bəli, indi hal-hazırda yəni yüksək çəkidə olan insanlara tövsiyə olunur ki, bu iynələrin vurulması normal dozada başlayaraq vurulması tövsiyə oluna bilər. Amma bugünkü günü təəssüf ilə qeyd eləyək ki, bəli, qeyd etdiyiniz kimi 3 kilo artıq çəkisi var, 5 kilo artıq çəkisi var. Onlar da deyir ki, biz bu arıqlama iynələri istifadə etmək istəyirik. Çünki heç kim indi əziyyət çəkmək istəmir. Mən vurulmasın, bilirsiniz, mən orada o iynələri vuranda elə olur ki, insanın iştahı tam kəsilir, yemək istəmir. Və deyir, bir müddət olsun, mən heç nə yemim, iştahım olmasın, yemeyim, qısa müddətə nəticə olsun. Bir var, insanın iştahı yerindədir, hansısa bir məhdudiyyətlər olur yemək yeməməzliyi ilə bağlı. Onu aşmaq istəmirlər ki, yox, 3 kilo, 5 kilo çəki artıqlığımız var, biz qısa müddət ərzində çəkimizi itirək. Yəni, tövsiyə olunmur əslinə qalanda, amma bəzən pasientlər olur ki, yəni israrla istifadə etməyi tövsiyə edir. Bir də Nurə xanım, onu hansı həkim yazmalıdır? Endokrinoloq yazmalıdır? Bəli, endokrinoloqlar yazmalıdır. Əslinə qalanda terapevtlər də yaza bilərlər onları. Dietoloqlar yaza bilər, bu sahənin həkimləri yaza bilərlər. Nurə xanım özü də bayaq qeyd etdi ki, bu yəni endokrinoloq olmadığı üçün bəli, tam belə dərinliyinə getməyəcək. Mən bir rəhbər olaraq, yəni məsələn bizim klinikada tibb işçisi olaraq bəli, mən ümumi tövsiyələrini verirəm, amma bilirəm ki, orada çox məqamlar var ki, məsələn, hətta protokol çərçivəsində belə əgər o iynə sizə tətbiq olunursa həkiminiz tərəfindən mütləq qidalanmada və həyat tərzində müəyyən dəyişikliklər olmalıdır. Təkcə iynəni vurdum və gedim arıqlayım. Olmur, belə olmamalıdır. Yəni, əgər həkimə gedəcəksinizsə, tutalım ki, göstəriş var, lap belə sizə iynə vurulmağına, doza ilə maraqlanmaq lazımdır. Hansı dozadan vurmaqdır? Ən kiçik dozadan başlanmalıdır. Bir ay ərzində ümumiyyətlə edir, çəki verməyə bilərsiniz. Yəni, kiçik dozadan başladan, çünki orqanizmlə öyrəşməlidir. Bəli, olur, bəli. 2-ci, 3-cü aydan artıq kiçik-kiçik çəkilər verməyə başlayırsa, demək ki, həkim protokol daxilində sizi müalicə edir, arıqladır. Yox, yüksək dozadan başlayacaqsa, siz artıq tez çəki verəcəksiniz və sonra da orqanizma artıq ciddi fəsadlar vermiş olacaqsınız. Yəni, əslində bu iynənin, necə deyim, baxır kim istifadə edir. Əslində arıqlamaq olar və göstəriş var artıq çəkili, çox artıq çəkili insanlar üçün. Amma o da bir dozanın içində olmalıdır, bir o protokolun içində olmalıdır və protokoldan çıxılmamalıdır. Bir də bu iynələrin blogerlər tərəfindən reklam olunması var. Bu çox acınacaqlıdır, mən düşünürəm və bunun da fəsadları çox ağır ola bilər. Yəni də sadə insanlar, bu haqda məlumat olmayan insanlar götürüb istifadə edib və bəlkə də ola bilsin ki, bir yeniyetmə istifadə eləyə bilər, gənc istifadə eləyə bilər. Ondan bizim blogerlara bu məsələdə tövsiyəniz, məsləhətiniz nə ola bilərdi? Blogerlara baxıb onlardan ilhamlanan insanlara məsləhətiniz nə ola bilərdi? Ümumiyyətlə, Sevinç xanım, tibb sektorunda elədir ki, əgər ümumiyyətlə insan bir xidməti istifadə etmədən onun reklamını etməsi doğru düzgün hal olaraq qəbul olunmalı deyil. Biz onunla rastlaşırıq. Çünki bugünkü günü müasir devir, gündəmimiz onu tələb eləyir ki, görünür olmaq lazımdır. Çünki heç kimin xəbəri yoxdur ki, məsələn, biz hansı işləri görürük, hansı xidmətləri istifadə edirik. Mütləq şəkildə, yəni bugünkü günüdə həkimlər də müraciət edirlər və yaxud da hansısa bir blogerlərdə tanınmış insanlar da gəlir klinikada xidmətdən istifadə eləyib, razı qalanda artıq paylaşım etmələri doğrudur. Yəni bir də görürsüz, yəni çox hallarda rastlaşırıq ki, müxtəlif hətta vitaminlərin reklamlarını eləyirlər. Mən müxtəlif mazların reklamlarını eləyirlər. Mən də səpki var idi. Bu mazı çəkdik, yaxşı oldu. Aptek işçiləri bəli açırlar, canlılar ki, sizdə bu problemlər varsa, xolesterin yuxarı, nə bilim nə varsa, bu dərmanı içməlisiniz. Əslinə qalanda yol verilən hallar deyil. Çünki hər bir orqanizm fərdidir, individualdır. Bizim tətbiq olunan, birimizə istifadə olunan preparat digərimizə əks təsir ola bilər. Ona görə də yəni bu məsləhətlərlə adi qida əlavələri
vəzifələri olsa belə istifadəsi yol verilməzdi. Yəni çünki vitaminlərin azlığıyla bərabər çoxluğu da müxtəlif ağırlaşmalar, fəsadlar gətirib törədə bilərlər. Bəlkə həmin şəxsin heç həmin preparatlara ehtiyacı yoxdur. Həmin onların istifadəsinə heç ehtiyacları yoxdur. Yəni bunları qəbul edirdilər. Məsələn, bugünkü günü xanımlarımız kimin evinə getsək, mətbəxlərin üstü sanki bir aptekdir və sifarişlər eləyirlər. Müxtəlif preparatlar, vitamin D, kollagen belə soruşanda həkim deyir, yox. Məsələn, kimsə reklam eləyirdi. Orada biz bunu gördük və aldıq, istifadə elədik. Deyirlər, bu nə bilim nə üçün yaxşıdır, deyirlər bu hansısa problem üçün. Deyirəm, axı həkim nəzarəti olmadan istifadə etmə, gələcəkdə yenə də problemlərlə qarşılaşa bilərik. Olmamağı, azlığı bir fəsad verirsə, hansısa bir vitaminin çoxluğunun olması belə daha ağır fəsadlar verir. Məsələn, vitamin D-nin çoxluğu toksik təsir göstərə bilər, B12-nin çoxluğu toksik təsir göstərə bilər orqanizmə. Həqiqətən də olub gəlib pasiyentlər bizə baxıblar, görmüşük B qrupu o qədər istifadə edilir, B12 mini ölçüb, artıq cihaz ölçmə həddindən də keçib də artıq heç ölçüb nəticə də verə bilmirik pasiyentlərə. Yəni bu hallarla biz çox rastlaşmış olarıq. Ona görə də yəni istifadə olunan hər hansısa bir xidmət olsun, hər hansısa bir preparat olsun, mütləq şəkildə necə deyim, özləri istifadə etdikdən sonra paylaşmaları daha da düzgün olar. Çünki bəzən elə olur ki, yəni bilirik bugünkü günü məlum məsələdir ki, müxtəlif efirlərdə də açırıq, məsələn, həkimlər də reklamları gedir, o qədər də məsələn, ağır terminlərdən danışırlar, istifadə eləyirlər. Yəni, olunan bu verilişlərə bu həkim çağırılması da belə maarifləndirici xarakterli olmalıdır. Yəni, bu hər kəsə açıqdır ki, müəyyən təbii ki, təbliğatla aparılır, müxtəlif həkimlərin reklamları gedir. Məsələn, o qədər savadlı həkimlər var ki, yəni onların reklamları da yoxdur. Məsələn, də müəyyən büdcələri yoxdur deyə reklam, necə deyim, gündəmdə də deyirlər. Yəni, insan təəssüf hissi keçirdir həqiqətən. Ona görə də yəni hər bir insan paylaşımlar eləyəndə də bunları nəzərə alsalar, yəni həkimlərin savad baxımı yoxlanırsa, tək sertifikatın olması o həkimin nə dərəcədə savadlı olması anlamına gətirib çıxartmır. Həkim hansı dərəcədə savadlıdır, pasiyentlər ondan nə dərəcədə məmnundurlar, nə dərəcədə razıdırlar, mütləq bunlar nəzərə alınaraq paylaşımlar olsa, yəqin ki, çox sevindirici hal olar. Bəli. Bu canlı yayında iynə vuran blogerlar var. Bəli. Arıqlama iynəsi bir şoya çevirənlər var. Çox diqqətli olmaq rica edirik. Bu ümumiyyətlə hormon özü lisitin hormonudur. Səhv etmirəmsə, bu doyma hormonu lisitin hormonudur. Bəs bədən talın bir müddət vurdu, arıqladı və artıq kəsmək dönəmi gəlir də, yox bu hormon yox, bir müddətli istifadədir, sonra kəsilir. Sonra bədən öyrəşirmi buna, bax bu hormonun, bu dozasında necə baş verir bu? Yox, təbii ki, məsələn, yüksək doz olanda düzdür, porsiyalar azaldıqda artıq mədə kiçilməsi başlayır, mədə kiçilir, amma yenə insanlar olur ki, preparat kəsiləndən sonra yenə iştah qayıdır, yenə yeyir, yenə artıq hələ ondan 2 qat da artıq çəki alınan hallar olur ki, məsələn, itki veribdir, bəli, artıq bədən acdır. Bizim orqanizmimiz də elə yaradılıbdır ki, məsələn, bizim arıqlayanda bizim ehtiyat olaraq piy toxumamızdan gedir və biz artıq bədən onu, orqanizm yaddaşda saxlayır. Artıq biz sonra ac qalıb su belə içəndə, məsələn, bəzən insanlar olur, deyirlər ki, biz nə qədər ac qalırıq, amma çəki vermirik. Başa salmağa çalışır ki, acılıq arıqlamaq deyil. Çünki sonra su da belə içəndə insan artıq onu kökəlmə gedir, piy toxumasına çevirməyə çalışır ki, çünki bədənin ehtiyatı itmiş olur, onu bərpa etməyə, qorxun bədən və onu bərpa etməyə çalışır. Ona görə də mütləq məsləhət olar ki, səhər, gün, orta, axşam yeməklərinə fikir versinlər, kiçik porsiyalarda yesinlər və axşam yatmazdan 3 saat öncə, yəni bütün, məsələn, çay içəcəklərsə, su içəcəklərsə, nələr varsa, onları yatmadan 3 saat öncə kəsmələri tövsiyə olunur. Bugün müasir insan heç nə yeməməkdən deyil, çox yeməkdən əslində əziyyət çəkir, bəli, düzdür. Xroniki xəstəliklər də son dönəmlərdə çoxalıb. Necə düşünürsünüz, niyə bu qədər son dövrlərdə xroniki xəstəliklərin sayı çoxalıb? Xroniki xəstəliklər, bəli, çoxalıb və bunun altında yatan o qədər səbəblər var. Birinci növbədə yuxu rejimimizin olmaması. Hər kəs gec yatır, yəni yuxu
diqqət olunmur. Passiv hərəkət tərzinin olması, sonra səhərdən axşama qədər eyni məkanda, qapalı məkanlarda işləmək. Yəni bildiyimiz kimi bugünkü gün iş yerlərinin demək olar bəzilərində heç pəncərə belə yoxdur. Qapalı məkanlarda çalışırıq. Daha sonra qarışıq qida qəbullarını çox qəbul eləyirik. Fast foodlar çox istifadə olunur. Qazlı içkilərdən çox istifadə eləyirik. Qeyri-sağlam həyat tərzimizin belə formalaşması gətirib xroniki xəstəliklərin yaranmasına gəlib çıxardır. Və elementar bizə götürsək qan azlığı bizə sadə görünür. Bugün kimdən soruşsaq, demək olar ki, xanımların %70-i qan azlığı ilə əziyyət çəkir, xüsusən də 25-30 yaşa qədər olan xanımlarımız. Çünki niyə belədir? Bizim bu indiki bu Z nəsli deyirik, körpələr gözlərini açanda müxtəlif qazlı içkilərdir, müxtəlif fast food yeməklərinin kütləvi reklamlarını gördü bu uşaqlar və demək olar ki, bu uşaqlar yəni zərərli qidalarla böyüdülər və məsələn biz uşaq olanda bildiyimiz kimi evə bəlirli bir çeşiddə qidalar gəlirdi. Yəni az sayda nə qədər bizim evə ərzaq müxtəlif, yəni bir növdə yemək bişirilirdi, bir növdə şirniyyat olurdu və heç birimizdə defisitlərdən əziyyət çəkmirdik. İndi hamının evində hər şey var, bütün qidaları biz yeyirik rasionda, amma hamıda da defisitlər yaşanır. Yəni bu görsənir ki, artıq orqanizm, bağırsaqlarımız bizim nəyi necə sovuracaqlarını bilmirlər. Qarışıq o qədər qidalanırıq ki, bağırsaq divar keçiriciliyi pozulur və bunun nəticəsində bizdə vitaminlərin sovrulması da pozulur və avitaminozlar, müxtəlif avitaminozlar yaranırlar. Və bu da yəni həqiqətən gələcəkdə çox ciddi fəsadlara gətirib çıxarda bilir. Məsələn, qanı az olan bir insan başı ağrıyacaq, halı olmayacaq, dərsini yaxşı oxuya bilməyəcək, həyat keyfiyyəti aşağı olacaq, işdə iş qabiliyyəti aşağı olacaq. Mən ümumiyyətcə tibbi profilaktika fakültəsini bitirdiyimə görə özümə bir profilaktikanı insanlarda bir missiya olaraq özümə bilirəm ki, profilaktik təbabəti insanlarda maarifləndirək. Çünki biz həmişə müalicə və profilaktika deyirik. Profilaktika və müalicə olsa, inanırsınız ki, bizim heç müalicələrimizə çox ehtiyac olmaz. Bizim, yəni insanlar sağlam həyat tərzlərini, sağlam həyat tərzlərini vaxtında, yerində daimi etsələr, gələcəkdə o kəskin xəstəliklərlə mübarizə aparmazlar. Yəni bugün xroniki xəstəlik varsa belə vaxtında mütləq aşkarlanmalı, onun kəskin dövrə keçməsinin qarşısı alınmalıdır. Məsələn, mən rəhbəri olduğum klinikada xroniki xəstəliklər mərkəzi ona görə qoymuşuq ki, insanlar vaxtında xroniki xəstəliklərlə mübarizə aparsınlar. Bununla bağlı biz tez-tez banklarda, müxtəlif şirkətlərdə biz özümüz müraciətlər eləyirik ki, ödənişsiz şəkildə biz gələk seminarlar verək, insanlar sağlam həyat tərzlərini mənimsəsinlər. Çünki orada belə biz çox çətinliklərlə rastlaşırıq. İnanırsınız, Sevinçəm, ödənişsiz biz seminarlar vermək istəyirik, o qədər pillə-pillə biz rəhbərliyə, ora-bura müraciətlər eləyirik. Yəni, görürsünüz, hər dəfə xoş qarşılanılmır. Hətta pulsuz aksiyalarda eləyirik ki, tövsiyə eləyirik ki, götürək qan analizləri. İnanın, yoxladığımız analiz nəticələri hansı ki, şirkətlərə getmişik, böyük şirkətlərə %90-ında xanımların, yox, bütün ofis əməkdaşlarının %90% qanları, hemoqlobinləri aşağıdır. Və belə hemoqlobin aşağı olan insanda işdə heç vaxtı yaxşı performans göstərə bilməzlər. Ona görə əməkdaşları çalışmaq lazımdır ki, o iş əmək qabiliyyətlərini yüksək tutmaq üçün daim sağlamlıq göstəriciləri, sağlam həyat keyfiyyətlərinə nəzarət olunsun, baxılsın. Çünki bu yaxınlarda bir rəhbər şəxslə söhbət edirik. Bildirir ki, indiki gənclər işləmək istəmirlər, tənbəldirlər. Deyirəm, indiki gənclər işləyə bilərlər. Düzdür, o bir problemdir ki, indiki nəsil bizim kimi deyil, daha qısa yolla gedirlər, daha özlərini əziyyətə vermirlər. Amma yenə də, çünki bu insanlar səhər-səhər çox rastlaşırıq. Səhəri müxtəlif fast food yemək yeyirlər.
günortanı Heç nə heç nə yemirlər, müxtəlif kartof frilər, müxtəlif, yəni fast food yeməklər, axşamı da onun kimi. Yəni bu belə qidalanan əməkdaş necə performans göstərsin? Çünki bunun bədənində halı yoxdur. A vitaminozları var, vitamin defisiti var, qanı aşağıdır, anemiyası var və belə olanda halsız olacaq, xroniki yorğun olacaq, səhər-səhər işə gedə bilməyəcək, halsız o və gedib işdə də elə çalışacaq ki, 1-2 saat necəsə hansısa bir yola verim, axşam saat olsun, çıxım gəlim. Ona görə də mütləq şəkildə burada rəhbərliklərin də üzərinə bir öhdəlik kimi düşür ki, işçilərin əmək qabiliyyətləri artırılması üçün, performanslarının artırılması üçün də müxtəlif, necə deyim, sağlamlıq ayı keçirilsin, müxtəlif, yəni sağlam həyat tərzini təşviq edən seminarlar eləsinlər, düzdür, müxtəlif şirkətlərdə var, böyük şirkətlərin əksəriyyətində var, amma yenə də daha çox təbliğ olunsa daha yaxşı olar ki, məsələn, günorta yeməyinə hansısa bir fast food sifarişi yerinə onu hansı salatla, yəni müxtəlif, yəni sağlam qidalarla əvəzləyə bilərdilər. Həm sağlıqlarına önəm göstərmiş olarlar, həm də ki, necə deyim, öz sağlıqlarına önəm vermiş olarlar. Eyni məbləğdə, yəni daha keyfiyyətli qidalarla qidalana bilərdilər. Bəzən deyirlər ki, yox, sağlam qidalar bahalıdır. Deyirəm, yox, yəni eynidir. Yəni qeyri-sağlam da, sağlam qidalar da baxanda, məsələn, müxtəlif yaşıllıqlardır, tərəvəzlər də nə qədər yəni bahalı məhsullar deyil əslinə qalanda və hər kəs üçün də əl çatandır. Biraz da psixoloji olaraq bizdə o var ki, çörək yeməsəm, məsələn, bəli, yeməsəm, doymayacağam. Bəli, hə. Yox, əksinə, ancaq insan onu yaxşılıqla əvəz eləsə, zulalla əvəz eləsə, daha doyumluq hissi yaranar. Yəni bu təbliğatda bizdə uşaqlardan başlamalıdır. Körpə bağçadan başlayaraq biz uşaqlara təbliğ etməliyik ki, çünki mütləq necə deyim, yəni o qida vərdişləri bizim həyat tərzimizin önündə durur. Biz nə yeyiriksə o yox. Yəni bizim heç bir orqanımız ayrı-ayrılıqda fəaliyyət göstərmir. Yəni 3 gün, 5 gün biz ac qalsaq, yəni acından insan ölə bilər. Yəni çünki bizim sağlam yeyəcəyiksə, sağlam qidalanacağıq, qeyri-sağlam yeyəcəyiksə, yəni sağlam beynimiz işləyəcək, yəni bizim gözümüzdə, beynimiz, ürəyimiz, ağzımızdan hansı qida qəbul ediriksə, orada sovrulan minerallar, vitaminlər hesabına çalışır. Sağlam yeyəcəksə biz sağlam olacağıq, qeyri-sağlam qəbul olunacaqsa, qeyri-sağlam şəkildə də bizdə, yəni digər orqanlarımızda çalışacaq və ona görə də bugünkü günü xəstəliklər çox gəncləşib. Yəni baxırıq ki, yəni 30 neçə yaşında, 25 yaşında xanımlar hətta onkologiyadan əziyyət çəkirlər. 18 yaşında onkoloji problemlərdən əziyyət çəkirlər. Ona görə də mütləq profilaktika təbliğ olunmalıdır, önləyici təbabət təbliğ olunmalıdır. Yəni burada məsələn bəzən olur ki, check-uplar gedirlər. Yəni rutin yoxlamaların olunması da o demək deyil ki, biz sağlamıq və yaxud da əlimizdə nəticələr oldu, biz sağlamıq. Bəs necə edək? Bəzən olur ki, bilirsiniz necə deyim Nurxan, insanlar deyirsən ki, get bir analiz ver. Əşi getsəm nəsə çıxaracaqlar. Bəli. Amma vaxtında çıxarılsa, o da yenə də qeyd etdiyim kimi bu həkimlərə inamsızlıqdan gəlir. Çünki bayaq toxunduğumuz məsələlər burada da aktuallığını rol oynayır ki, çünki lazımsız analizlər yazılması halları ilə çox qarşılaşmış olurlar. Ona görə də, yəni necə deyim, vaxtında ancaq müraciət elinib baxılıb, vaxtında yoxlanışlar olsa daha məqsədli olar, daha yaxşı olar. Bir də mən məsləhət görərdim ki, məsələn, check-uplar da yoxlanılanda belə insanlar hansısa bir orada koordinator həkimə yaxınlaşıb, məsləhət alaraq, tövsiyə alaraq o analizlərin də yazılmasını istəsələr daha yaxşı olar. Çünki reklamlarda görülür, müxtəlif check-up analizləridir. Pasiyentin tutalım böyrəkləri narahatdır, bilmir. Büdcəsinə uyğun gedir, məsələn, qaraciyər sınaqlarını verir. O hallarla da biz rastlaşmışıq. Amma baxırıq ki, biz əsasən məsələ qalıb kənarda. Ona görə mütləq şəkildə koordinatorla danışıb, koordinator baxıb, məsləhət bilib, bir də lazım analizlər pasiyentə yazılmalıdır. Lazım deyil ki, 5 səhifə analizlər qeyd olunsun. Hansı analizlər lazımdır? Onlar mütləq yazılıb, yoxlanılıb. Vaxtında heç olmasa rutin müəyyən check-uplardan keçilsə, yoxlanılsa daha yaxşı olar. Əlbəttə ki, təbii ki, yoxlanıldı, baxıldı, hər şey qaydasında olsa belə necə edək ki, biz bəs 35-40
40 yaşımızda, 45 yaşımızda da bizim bütün göstəricilərimiz yerində olsun, sağlam qalaq. Çünki qidadan toksin biz alırıq, oksigensiz mühitdə çalışırıq, avitaminozlardan əziyyət çəkirik. Ona görə mütləq şəkildə, yəni sağlam həyat tərzini qorumalı, müxtəlif, yəni aktivliklər etməkləri tövsiyə olunur ki, daim sağlamlıqları yerində qalsın. Mən analara biraz müraciət eləmək istəyirəm buradan ki, uşaqların qidalanması ilə bağlı. Məsəl üçün, çox vaxt analardır ki, uşağım səhər yuxudan durur, yemək yemir, yemək istəmir, iştahı olmur və ya ki, ürəyi bulanır. Yəni, bu sual ümumiyyətlə bilmirəm, yəni siz endokrinoloq deyilsiniz, pediatrda deyilsiniz. Bu suala verə biləcəyiniz bir cavab varmı? Niyə məsələn uşaqlar, valideynlər deyir ki, ürəyi bulanır, yemək istəmir? Məsələn, mənim belə bir qənaətim var ki, çünki uşaqlara az yaşından yeməyi dizdirməyiblər. Yəni, uşaq vaxtında saat yuxu rejimi düz olmuyor. Düzdür, uşaq durub 10-da, 11-də, yemək yeməyib, baxımsız olub, yeməyin üstlərinə düşməyiblər və bağçaya gedib, evdən yeməyib gedib, bağçada heç bəlkə yeməyib. Uşaqda sanki səhər yeməməklə bağlı bir vərdiş yaranıb və böyüdəndən sonra da artıq yemir. Bil ki, səhər yeyəndə ürəyim bulanır. Yəni, mənim şəxsi qənaətim budur və sizin düşüncəniz nədir? Təbii, çox doğru buyurursunuz. Baxın, indi saat 12-də də insan həyətə bir hardasa istirahət mərkəzində olursan, körpə uşaqlar 9-da yatmalı uşaqlar saat 12-də yatmırlar. Gecə saat 1-2-də uşaqlar və həmişə belə necə belə baxıram ki, yəni bu uşaqları, bu valideynlər nə düşünürlər? Gecə saat 12-1-ə qədər bu uşaqlar bu rejimdə niyə görə? Çünki saat 12-1-ə qədər o uşaqlar yatır. Burada artıq düzdür, o yuxu ala bilər, 8 saat yuxusunu ala bilər, amma düzgün yuxu deyil. Çünki bizim müxtəlif hormonlar var ki, onlar saat 10-dan saat 2-3-ə qədər onlar bizim orqanizmimizi yəni həm stres bərpa edirlər, mütləq böyüdür. Ona görə də mütləq o uşaqların yatma rejiminə riayət olunmalıdır. Təbii ki, o saatda duran uşaqda ürək bulanma da olacaq, yuxu rejimsizliyi də olacaq və uşaq da evdə hansısa bir qarışıq qidaların çoxluğunu görəndə istər-istəməz uşaqlar da o qidalara meyilli olacaq. Ona görə körpə yaşından, yəni düz deyil, heç kəsdən heç nəyi kəsmək mümkün deyil, hamı görür, istəyir. Bir var insan həftədə bir dəfə bunu istifadə eləsin, biri də var gündə 3 dəfə bu qidalardan istifadə eləsin. Ona görə, məsələn, görürsünüz, valideynlər də çox vaxtı yemək pişirməyin tənbəllik eləyirlər. Arada bir sifarişlər olunur, gündə 3 dəfə səhər, gün orta, axşam. Yəni, bu hallarla da çox rastlaşırıq. Yəni, çalışmaq lazımdır ki, körpə uşaqlıqdan başlayaraq uşaqların sağlam qidalanma, yuxu rejimlərinə mütləq şəkildə əməl olunsun, riayət olunsun. Çünki bugünün körpə uşaqları gələcəyin gənc analarıdır. Yəni, yenə də qeyd etdiyim kimi, baxdığımız hal-hazırda görürük, xəstə uşaqların doğulma sayı nə qədər artıb. Çünki indi hal-hazırda gənclərdə autizmli uşaqlar, çünki ən azından qanazlığı ilə bugünkü günü gənclər hamı əziyyət çəkir. Məsələn, qeyd eləyə bilərik də ki, yəni bizim dövrümüzdə, yəni 85-90-cı illərin gənclərindən indiki gənclərdə çünki yeyilən qidalar dəyişibdir, orqanizm dəyişibdir, həyat tərzi dəyişibdir, həyat keyfiyyətləri dəyişib. Bunlar hamısı təsir göstərirlər və sağlam olmayan ata-anadan da heç vaxt sağlam uşaqların olmasını biz gözləyə bilmirik. Ən azı qanazlığı varsa, doğulan uşaqda beyin qan dövranında pozuntular meydana gələcək, müxtəlif avitaminozlar varsa, müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxardacaqlar və qeyd etdiyimiz kimi autizmli uşaqların sayı gündən-günə artır. Yəni, bir neçə il bundan əvvəl 1000 uşaqda bir idi, daha sonra 150 uşaqda, keçən il 36 uşaqda bir, hətta indiki Amerika statistikasına görə 30 uşaqda bir uşaq artıq autizmdən, 30 doğulan uşaqdan biri autizmdir. Bunu düzdür, uşaqlar xəstə olmasalar da deyib fərqindəlik söylənir, amma fərqindəlik olsa belə, yəni təsəvvür eləyək ki, bir 15-20 ildən sonra bizi cəmiyyətdə nə qədər problemlər gözləyir. Hətta o uşaqların belə sağlam həyat tərzləri mütləq şəkildə önəmli olmalıdır. Autizmli valideynlər gəlir uşaqları, Sevinç xanım, uşaq gündə 3 dəfə yediyi ancaq kartof fridir. Yəni, bağırsaq
problemləri ilə üzləşirik. Analizlər yoxlanılır, vitaminləri çox aşağı səviyyədədir. Yəni belə normal uşaq, normal böyük insanda çox böyük aqressivliklər yarana bilər. Çox böyük, yəni problemlərlə üzləşə bilirik. Yəni özümüz belə hansısa bir məclisə gedib axşam biraz gec yesək, çox yesək, səhər özümüzü halsız hiss eləyirik, keyfimiz olmur, əhvalımız olmur. Yəni bu uşaqlarda təsəvvür edin ki, qeyri-sağlam həyat tərzi, yəni gündə yəni qeyri-sağlam qidalanaraq gəlirlər 5 yaş, 7 yaş və çox güclü aqressiyalarla. Yəni valideynlər olub ki, gəlib övladlarını gətiriblər bizə, uşaq gündə ananı döyüb, yəni təsəvvür eləyin və mərkəzdə, yəni artıq böyük adamlara belə hücum eləyibdir. Bəzən bu, yəni çox ürək ağrısı ilə qeyd eləyəcəm ki, valideyn olub bizə qeyd eləyibdir ki, biz uşağın öhdəsindən gələ bilmirik, qapı pəncərəni bağlayırıq. Təsəvvür eləyin ki, biz yəni evdə, otaqda heç nə yoxdur, sadəcə otağa yemək verib çıxıb, uşaq qapalı vəziyyətdə hər kəsdən təcrid olunmuş vəziyyətdə qalıbdır. Burada da biz qeyd edirik ki, bu uşaqlara da sağlam həyat tərzi mütləq vacibdir. Yəni psixiatrın müalicəsi lazımdır, psixoloqun müalicəsi lazımdır, amma paralel surətdə də bir pediatr baxışı da mütləq olmalıdır. Amma yenə də bilgili pediatrlar ki, hansı ki, çünki bu uşaqlar orqanizmi o qədər, yəni dərinlikləri mövcuddur ki, hər vitamini yazanda belə 1000 dəfə ölçüb, biçib baxmaq lazımdır. Mütləq şəkildə, çünki hansısa bir pediatrın psixiatrik dərman yazmağa ixtiyarı yoxdur. O cümlədən də psixiatrların da uşaqların vitamin, mineral balanslarına da baxmaları doğru deyildir. Məsləhət olar ki, hansısa bir pediatrla məsləhət eləsinlər, o uşaqların rutin analizləri yoxlanılsın. Həqiqətən valideyn gəlir bizə, ailədə 2 evladı var. Biri sağlamdır, biri autizmdir. Sağlam uşağın bütün göstəriciləri yoxlanılır. Müntəzəm şəkildə baxılır, yoxlanılır. Amma autizmlə əziyyət çəkən uşaqda, yəni deyirlər bu uşaq autizmdir, onsuz da. Yəni bu cəhətdə yoxlanılmır və çox rastlaşırıq. Həqiqətən çox rastlaşırıq biz bu hallarla və uşağa elementar biraz qidalanmasına nəzarət eləyəndə, biraz o bağırsaq problemləri aradan qaldırılıb, vitamin göstəriciləri normaya düşəndə inanın sonra valideyn gəlir ki, artıq övladım digər bacı qardaşı ilə evdə rahat şəkildə oynayır və yaxud da biz artıq övladımızı götürüb hansısa bir əyləncə mərkəzinə gedə bilirik. Artıq o aqressivliklər də gedir. Yəni o psixiatrik dərmanlar və yaxud da psixoloji seansları belə uşaqlar doğru düzgün algılayırlar. Yəni mütləq orada bu sağlam həyat göstəriciləri bəzən rastlaşırıq, deyirlər ki, bu boş şeydir. Yəni sırf bu uşaqlardakı qidalanma boşdur. Mən deyirəm ki, yəni bir insan çıxıb bizə desin ki, sağlam həyat tərzi kimə əks göstərişdir. Hamıya vacibdir. O uşaqlara da xüsusən vacibdir. Yəni o uşaqlarda da mütləq şəkildə o demək deyil ki, yəni gündə 3 dəfə onlar qeyri-sağlam qidalanmalılar. Bir dəfə yeyirlərsə də belə mütləq sağlam qidalanmalıdır. Yəni bunlarla bağlı valideynlərə mütləq maariflənmə işləri aparılmalıdır. Düzdür, çətindir. O uşaqlarla valideynlər özləri də müxtəlif psixoloji gərginliklər keçirdirlər. Psixoloji çünki çətinliklərlə üzləşirlər. Yenə də yəni o valideynlərə də dəstək olaraq, dayaq olaraq təbii şəkildə bu təbliğatların olunması vacibdir. Ünür xanım, şərq təbabəti də, preventiv təbabəti tibbdə, daha doğrusu deyir ki, müalicə bağırsaqlardan başlayır. Necə ki, xəstəliklər də bağırsaqlardan başlayır. Son dövrlərdə preventiv tibb yəni geniş belə vüsət almağa başlayır. Çox yaxşıdır. Yəni biraz bu bağırsağın niyə bağırsaq, sızan bağırsaq deyirlər, sızan bağırsaq yanır, sonra bağırsaq keçirməzliyi pozulur. Yəni bu yalnız onunla bağlıdır ki, biz çoxlu qida qəbul, çox növdə qida qəbul edirik. Yoxsa başqa nəyə düz etmirik ki, bizim bağırsaqlarımız düzgün işləmir, yediklərimiz qana sovrulmur. Nə üçün
belədir? Düz buyurdu Sevinç xanım. Ümumiyyətcə bütün xəstəliklərin, xroniki xəstəliklərin hal-hazırda yaranmasında dayanan səbəblər bağırsaq problemlərini inkar etmək qeyri-doğrudur. İnkar etsək doğru olmazdı. Çünki yəni bayaq qeyd etdiyim kimi nə yeyiriksə biz ondan ibarətik. Ona görə də bugünkü günü də qeyri-sağlam qidalanmağımız, hamısı bunlar gətirib bizim bu bağırsaq keçiriciliyinin yaranmasına səbəb ola bilər. Daha sonra antibiotiklərdən yaralı yerimiz qeyri-peşəkar şəkildə istifadə olunması. Məsələn, bax indi 25 yaşında uşaqlar, hansı ki bu bir ara bu antibiotiklərin geniş vüsət alıb, yeni bu firma dərmanları deyirik də yayılan dönəmlər idi ki, məsələn, körpə uşaqlar idi. Mən onda tələbə vaxtları idi. Baxırdım ki, uşağın qızdırması var. Ən ağır antibiotik yazılır o uşaqlara. Məlumat verirdim, deyirlər həkim yazılır. Yəni orada da, yəni indi şükür Allah o hallarla çox qarşılaşılmır. Əvvəllər bir dönəmlər var idi ki, bəli o müxtəlif o dərmanları da müəyyən bir şərtlər daxilində həkimlər çox yazırlar. Antibiotiklərin qeyri-peşəkar şəkildə istifadəsi və o bizim insanlar biraz antibiotiki çox sevirik. Qohumlarda da biz bunu görürük, tanışlarda da görürük. Yüngül bir qrip oldu, qızdırma oldu, dərhal antibiotika terapiyaya keçilir. Məsləhət eləyirsən ki, yox, bunun yerinə daha başqa bir immun sistemini qaldırmaq lazımdır. İmmuniteti qaldıraraq sağlamlıq, yəni problemləri həll etsək daha yaxşı olar. Amma qısa müddətli biz ümumiyyətcə qısa nəticələr sevən insanlarıq. Müxtəlif problemlərlə biz yaxınlaşaq. Sanki həkimin əlində bir sehirli çubuq olmalıdır. Bir günə gəldi, klinikadan uzaqlaşanda sağalmalıdır. Yox. Yəni illərlə yığdığımız problemləri, yəni zaman lazımdır ki, o problemlər həll olunsun. Qısa müddətli həll etmək olunur. Qısa müddətli həll olanda da bu artıq simptomatik müalicələr gedir və simptomatik müalicə olanda da yəni problemin necə sizə izah edeyim, başımız ağrıyır, səbəbi bilmirik nədir. Ağrı kəsici vurduq, başımızın ağrısı keçdi və qısa müddətli olur. Buna bənzəyir. Bəli, bu antibiotiklərdən də qeyri-peşəkar istifadələr də bizim bağırsaqlarda keçiriciliyin pozulmasına gətirib çıxartdı ki, hal-hazırda bugünkü günü gənclərdə hamıda bağırsaq problemləri ilə yaşayır. Budur, bəli. Bu da gətirir bizim müxtəlif təbii ki, dəri problemlərinin yaranmasına səbəb olur. İnanırsınız ki, bugünkü günü müxtəlif dəri problemləri olsun, baş ağrıları olsun, miqren olsun, müxtəlif xroniki xəstəliklərdə ilk növbədə bağırsaq müalicəsi ilə başlayanda effektivliyi daha yaxşı və daha gözəl, dayanıqlı nəticələr əldə etmiş oluruq bugünkü günü ki. Elmira xanım, məsələn, biz həkimlərin çoxu həkimə gedəndə tutalım ki, uşaq xəstədir, qızdırır, temperaturu var. Yəni ümumiyyətlə bu növbə-növ bilirsiniz, yoluxucu xəstəliklər yoluxur qış ərzində, payız ərzində uşaqlarımız və həkimə aparanda həkim deyir ki, antibiotik verməsək gec sağalacaq, çətin sağalacaq. İndi valideynlərin arasında bir söz gəzir ki, bu elə pis xəstəliklərdir ki, elə pis virusdur ki, antibiotikdən istifadə olunmasa uşaq sağalmır və ya çox gec sağalır və ya fəsadını yaşayırlar. Dərsdən qalır, məktəbdən qalır. Yəni ona görə tez antibiotik verməyə məcburdur. Yaxşı, verdi antibiotikini. Amma bəzən onu qeyd edək ki, virus mənşəli yoluxucu, məsələn, qriplərə heç antibiotiklərin verilməsi doğru deyil. Yəni, burada antiviral preparatların istifadə olunması tövsiyə olunmalıdır. Həkim burada da baxmalıdır ki, yəni hansı qaydada biz antibiotikləri yaza bilərik. Bu viral, virus mənşəlidirmi, yoxsa bakterial mənşəli infeksiyadır mı? Həmin halda antibiotiklərdən istifadə olunmalıdır. İstifadə olunduqdan sonra indi valideyn neynəsin? Yoxsa həkim probiotik yazmalıdır? Və ya biz nə bilək ki, artıq uşağın və lap elə böyüyün, artıq bağırsaqları bu antibiotikdən bir zərər gördü, zədə gördü. Necə onu müəyyən edək? Mütləq paralel şəkildə artıq hal-hazırda mütləq paralel şəkildə probiotiklər verilməlidir. Bəli, qəbul olunan zaman probiotiklər, müxtəlif preparatlar verilməlidir ki, əgər istifadə olunursa belə bağırsaqlarımızın yəni gələcəkdə yəni bağırsaq problemləri ilə çox üzləşməyək biz, bəli. Yalnız probiotiklə həll etmək olurmu məsələni? Probiotiklərlə müxtəlif preparatlar olmalıdır ki, onları, yəni bağırsaq o
keçiriciliyini bərpa. Hardan biləcəyik ki, uşağımızda və ya ki, böyükdə bağırsaq keçiriliciyi necədir? Yəni hər antibiotikdən sonra biz bir analiz verə bilərikmi və ya ildə bir dəfə mi verək analizi? Yəni necə eləyək ki, yaşlı bağırsağın o müalicəsini öz belə kontrolda saxlayaq? Bəli, xüsusi testlər var. Bəli, bağırsaq mikroflorasını yoxlayan xüsusi testlər var ki, onunla bağlı biz müxtəlif əlimizdə xəritə olur ki, bizim görək hansı normada da bizdə bakteriyalar olmalıdır, patogen, qeyri-patogen bakteriyalar və bəzən bu hallarda elə olur ki, patogen bakteriyaların, yəni ziyanlı bakteriyaların miqdarı daha çox artır, bizə xeyri olan bakteriyaların miqdarı azalır. Çünki bilirik ki, müxtəlif hormonların, hətta məsələn, xoşbəxtlik hormonunun özü belə %95-i bağırsaqlarda sintez olunur. Ona görə də bağırsaqda problem yaşayan insanlarda depressiya hallarının yaşanması hallarından da çox tez-tez qarşılaşırıq. Mütləq şəkildə, bəli, xüsusi əgər istifadə olunubdursa, mütləq bir müddətdən sonra bağırsaq mikroflorasını yoxlayan testlər, analizlər baxılıb yoxlanılmalıdır və ona uyğun o bağırsağın mikroflorası tənzimlənməlidir. Bir də bu sualda verməsəm olmaz. Bu son dönəmlərdə klinikalarda, hətta kosmetoloji mərkəzlərdə NAD, sonra IV preparatlar, hətta onun iynələri var, insulin şiprisi vururlar və enerji gəlir. Yəni bu da belə bir xaos yaşanır. Burada da kim gəldi, vurur. Sizin münasibətiniz necədir bu? Bəli. Bunun da kütləvi şəkildə o qədər reklamı gedir ki, bilirsiniz necə, insanlar elə başa düşür ki, bu NAD bir möcüzədir. İnsanın istənilən problemi hansı bir halla da yaxınlaşsa, gələcəklər bu insanlar NAD vuracaqlar və bu yəni problem qalmadan çıxıb gedəcəklər. Doğru deyil. Çünki bugünkü günü ən çox görürsüz xroniki yorğunluqlarda NAD preparatlarını geniş istifadə edilir və kütləvi şəkildə reklamı gedir. Burada da qeyd etmək lazımdır ki, NAD-ı belə necə deyim, birinci altda yatan səbəb tapılmalıdır. Mən niyə xroniki yorğunam? Mən niyə səhər-səhər yuxudan oyananda halsızam? Bu səbəb tapılıb, səbəbə uyğun olaraq müalicələr aparılmalıdır. Daha sonra NAD preparatı bizə yüngül enerji verə bilər. Yəni bizim yorğunluğumuzu aradan qaldırır, ancaq müvəqqəti. Yəni bugün biz preparatı istifadə elədik, 5 gündən sonra yenə bu halla qarşılaşacağıq və bugün pasiyentə 50 mikrolitr doza vurulursa, gələn dəfə gərək daha artıq dozalanması istifadə olunsun. Əlbəttə ki, bəli. Ona görə də mütləq şəkildə, yəni yorğunluq varsa, hansısa bir problemlər varsa, NAD terapiyası getdim, elədim, bununla biz möcüzə yaşadıq, olmur. Yəni israrla istəyirlər bizdən ki, yox, NAD preparatı, məndə bu hallar var, biz eşitmişik ki, reklamda gördük ki, filan kəsdə bu problemlər var idi. Biz bu NAD preparatını vurduq, yaxşı oldu. Tövsiyə eləməyə çalışırıq ki, yox, bu preparat elə preparatdır ki, yəni möcüzə bir təsiri olacaq bir preparatlar deyil. Mütləq, yəni altda yatan səbəblər tapılmalı, ona uyğun da müalicələr getməlidir. Çox sağ olun Elnurə xanım. Yəni mən düşünürəm bütün suallarımı sizə ünvanladım və cavablarını aldım. Çox sağ olun. Həm arıqlama iynəsidir, həm bu ümumiyyətlə bu qeyri-etik davranışlardır, analizlərlə bağlı, laboratoriyalarla bağlı. Çox təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Çox şad olduq, məmnun olduq. Çox sağ olun. Təşəkkürlər. Təşəkkür edirəm. Siz də belə hallarla rastlaşmısınızsa, əziz izləyicilərimiz, şərh bölməsində yaza bilərsiniz. Bəlkə sizin də başınıza gəlib, bizim başımıza gəldiyi kimi. Siz də paylaşın fikirlərinizi, başınıza gələnləri, böyük məmnuniyyətlə oxuyuruq onları da. Çox sağ olun və bəyəndinizsə videomuzu, bəyəni düyməsinə basmağı və paylaşmağı unutmayın. Sağ olun, növbəti videolarımızda görüşərik.